Mart ayından artıq biz bir aqroservisin nümayəndəsi kimi taxıl biçinlərinə hazırlaşırıq. Bu hazırlığımız dövründə bütün ölkə üzrə taxıl yığan kombaynların vəziyyətini öyrənirik və mexanizatorlarımızın nə qədər təcrübəli olsa da yeni və müasir texnologiya ilə təchiz edilmiş kombaynları öyrənməsi üçün təlimlər həyata keçiririk. Bu günləri artıq Masallı rayonunda Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında təlimlər, dərslər başlamışdı. Mexanizatorlarımız uğurla bu təlimlərdə iştirak edir. Yeni texnologiyanı çox mükəmməl öyrənə bilirlər. Dərslər qurtardıqdan sonra imtahanlar keçiriləcək. İmtahanlarda aktiv iştirak edən mexanizatorlar sertifikatla təmin olunacaqlar. Bu sertifikatlarla təmin olunan mexanizatorlar gələcəkdə aqroservisdə kombaynla təchiz olunmasına, onlara kombayn təhkim olunmasına köməklik olunacaq. Belə təlimlərin olmağı bizim üçün vacibdir. Aqroservisə təşəkkürümü bildirirəm ki, belə təlimlər bütün mexanizatorlar bilmədiyi şeyləri də öyrənirlər. Ola bilsin, hər hansı bir yadımdan çıxan bir şey ola bilər, o təlimlərdə biz onu yenidən götürürük. Bütün fermerlərə də bol məhsullar arzulayıram. Məhsulları bol olsun, biz də orada həm fəal iştirak edib, taxılların biçib, təmiz şəkildə fermerlərə təhvil verməyə özümüzə borc bilirik. Beş ildir təlim keçirib, amma hər il təlim keçirəndə də mən gəlirəm öz bilimi, öz hansı bacarığımı, demək, yenə təzədən demək ki, öyrənmək üçün gəlirəm. Demək, bu kombaynlar da elə kombaynlardır ki, dağ kombayndır. Bizim lirik şəraitdə də elə şəraitimiz məsələn çətindir ki, ancaq bu dağ kombaynları onların öhdəsindən gəlir. Fermerlərimizə də demək tövsiyəm odur ki, demək biz də onları demək itkisiz məhsulu yığaq və fermerlərə təhvil verək. Bizim bol məhsul uğrunda biz çalışırıq. Bundan sonra da çalışacağıq. Nə qədər baxmayaraq işləyirəm, hər şey bilirəm. Yenə də demək öz bilimi artırmaq üçün gəlirəm təlimlərə. Sağ olsunlar belə təlim keçirdənlər. Mən Rəsulov Mülatif Hüseyn Ağaoğlu, Cəllabad rayonundan 590 Newfoundland kombaynının operatoru. Bu günləri Masallı rayonunda keçirilən təlimlərlə bağlı biz bura yığışmışıq. Bu günləri baxmayaraq ki, biz illərlə bu işdə işləyirik, təcrübəmiz olmasına baxmayaraq hər il bizə təlimlər keçirilir. Bildiyimiz bilgiləri və yaxud əlavə öyrənmək üçün hər zaman çalışırıq. Bu da bizim sabahki günlərdə bizim fermerlərimizin məhsul yığımı ilə bağlı işlərimizdə öz töhfələrini göstərir. Aqroservis daha bol məhsul üçün sizinlə.